Herkese selam. Sırf sizin için özüme birazcık işkence vermiş gibi oldum. Neyse. Bugün yerli resipi verdiğimiz medarı iftarımız Hozu'ya bakarıq. Daha doğrusu reaksiyon gösteririk. Filme baştan aşağıya bakacak olursak en baştan başa sarayım. Kinozavurdan izleyerek benim de haberim olmuştu. Ben burada her şeyi açık açığına eleştirirsem danışamayacağım. Zaten kanalımın kitlesinin de buna çok da uygun olduğunu düşünmüyorum. O sebepten isteyenler Kinozavurdan izleyebilir. Neyse. Əvvəla bir baxaq görək nə olub, nə bitib filmdə. Birinci olaraq bu filmdə nələr olur? Kəndə bir dənə adam var, adı Hozudur. Bu Hozu əslində Hozu ləqəbidir, amma nəysə. Bunun bir dənə də dostu var. Və də ki də atası və anası da var Havu ilə. Nəysə. Deməli atası gəlir buna şərt kəsir, amma bu da ki də atasına şərt kəsir. Kısacası deyir ki, yəni mənim şərtim budur. Atası və anası bunu qəbul etmək istəmir, mümkün qədər dirənir, anladığım qədər. Lakin görürlər ki, bu belə olmayacaq. Bunun atası bir dəqiqə. Deyəsən bacı oğlu dediyinə zəng edir. Elə miydi? Nəysə. Orada da işte yeğenindən də bunu Bakıda bir iş tapmasını istəyir. Təbii ki də yeğeni də məcbur qəbul edir, göndərirlər. Nəysə, bu Hozu gəlir indi avtobusda heç kimlə yollaşa bilmir. Zaten Bakıdakı kuzəni də çox da yaxşı yoldaş. Bu məsələyi həyat yoldaşına deyəndə həyat yoldaşı böyük bir tepki ilə qarşılayır. Nəysə, qısacası olay bu. Yollaşamır deyəndə birisi ona daha doğrusu ona nəsə deyirsən, yaxşı deməlisən, yoxsa sənə 1000 qatı ilə qaytarır kimi bir şeydir. Yəni daha doğrusu sen bağırırsansa onun normal danışığı zaten bağırmak kimi bir şeydi. Uşaq yatır deyirlər. Bu da deyir ki, burası yataqxanadır. Mən başa düşmədim kimi bir söz deyir. Başa düşmədimi demir də, yəni burası yataqxanadır mı deyir. Ondan sonra neyse o sahnəyə atlayayım demeyeyim. Əslində çox da ağır bir şey değil zaten ama olsun. Burada mən hər ehtimala qarşı YouTube-la tərs düşmək istəmirəm. Kinozavr qədər güclü bir kanal deyiləm. Daha doğrusu Kinozavr serisine sahibi olan kanal kimi güçlü bir kanal deyiləm. Neysə, kısacası Hozu'nun ilk filmi bu şəkildədir. Boyum axırda bu da atasının Bakıya göndərərkən dediyi şərtlərdən birisini əməl etmir. Ve de ki de spoilersız da olacak. O yüzden biraz da spoiler yememeniz için de elimden geleni edirəm. Neyse. Kısacası olay bu. Ama bu şəhərə uyum sağlayamır. Məsələn, piyada keçidindən qaçaraq keçir yolun o birisi tayına. Restoranda dava çıxardır. Restoranda ki güvənlik görevlilərinin birisini tutub masadan masaya vurur. Nə bilim mən, yazığı evə hala gətirirlər, yazıqlar. 2 dənə güvənliyi nətər o hala gətirdiyini anlamadım. Neysə. Option restoranda da çorbayı qaşıqla içmir. Yəni apa açıq bir şəkildə klasik kəndli halına salıbdılar. Amma məncə gerçək kəndlərdə bu çox da keçərli deyil. Çünki mənim özüm də zaten kəndə yaşayıram. Belə bir olay yoxdur bizim kənddə. Yəni bəziləri bəlkə var, amma hamısı da yox da. Neysə. Kısacası olay bu. Ondan sonra bu Bakıya adım adım uyum sağlayır. Bu da belə davam edir. Ve filmin sonunda geri dönür. Bu arada bu adam həqiqətən çox sərt görünür, ama uşaq sevgisi de var bir tərəfdən. Bu arada
Orada bir dənə səhnə var idi. Dürmək düzəltdiyi səhnə. O dürümcük səhnəsi harbiden iyi idi. Amma bəzi zarafatlar da yaxşı deyildi. Nəysə zaten izləyib görərsiniz. Mümkün qədər spoilersız, mümkün qədər yaxşı bir şəkildə ancaq bu qədər anlata bilərəm. Daha detaylısı üçün ya özünüz filmi izləyə bilərsiniz ya da Kinozavrdan izləyə bilərsiniz. Zaten bunun davam filmləri də var. Mən ilk filmini anlatayım, gedim artıq. Görüşək, özünüzə yaxşı baxın.